Salam əziz izləyicilərim. Bugün mən almalı, darçınlı keks hazırlayacağım. Yumuşaq, ağızda əriyən, çox dadlı, çayın yanında mükəmməl dad olan bir keks alınır. Siz də bu formada eləsəz, inanın ki, peşman olmayacaqsınız. Videolarımın davamı üçün bəyən düyməsinə basıb, kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Qaba indi isə keçək hazırlanmasına. Qaba 3 ədəd yumurtanı əlavə eləyirik. 180 qram şəkər tozunu az-az əlavə eləyib ağarana kimi yaxşıca çalırıq. Ağarandan sonra bir başqa vanil də əlavə eləyirik. Yarım stəkan duru yağ əlavə eləyib yaxşıca qarışdırırıq. Sonra isə 3 ədəd almanı suyu xırda-xırda doğrayırıq. Doğradıqdan sonra bir qaba əlavə eləyib yarım çay qaşığı darçın, bir çay qaşığı qarğıdalı nişastasını əlavə eləyib qarışdırırıq ki, biskvitin altına çökməsin. Sonra isə biskvitə 3 çay qaşığı kraxmal əlavə eləyirik. Əlavə eləyib yaxşıca qarışdırandan sonra 200 qram un da əlavə eləyib yaxşıca qarışdırırıq. Bütün ərzaqları yaxşıca qarışdırdıqdan sonra almanı da əlavə eləyib ən axırda qarışdırırıq. Sonra isə öncədən hazırladığımız qaba əlavə eləyib 180 dərəcədə 35-40 dəqiqə bişiririk. İnanın çox yumşaq, çox dadlı keks alınır. Siz də bu formada eləsəz peşman olmayacaqsınız. Mənə dəstək olub kanalıma abunə olmağı unutmayın. Hələlik.